Panik atakın daha bir təbii vasitəsi var. Gəlin buna nəzər salaq. Dərman yox, sadəcə təbii vasitə. Söhbət nədən gedir? Söhbət bizim tibbdə, bizim mətbəxdə, bizim illərlə geniş istifadəmizdə istifadə olunan sadəcə mixəykdən gedir. Belə bir mixəyk. Hamımız bunu tanıyırıq və çayla dəmləyirik və ətri də, özü də çox mükəmməldir və təbii ki, bu bizim mətbəximizdə də, mədəniyyətimizdə də geniş bir yer almış olur. Çünki bilirsiniz, təbiət bizə ən gözəlini nəsib eləyir və biz insanlar sadəcə müasirləşməklə ancaq dərmanın dalınca qaçırıq. Gəlin mixəngin tərkibində olan sizə efir yağından və efir yağının da adı evginoldur. Evginoldan biraz dəri məlumatlar verim. Söhbət nədən gedir? Evginolun bir çox təsiri var. Yenə deyirəm, mən bu gün onun antiseptik, dəridə istifadə olunanda, yeniyetmələrdə səpkilərə qarşı necə istifadə olunur, ondan danışmayacağım. Necə bizim belə deyim, orqanizmdə, mədə bağırsaqda toksinləri çıxarmasından danışmayacağım. Bunu özünüz istəsəz Google-da yazıb daha çox məlumat ala bilərsiniz. Bugün mən onun tərkibində olan çox vacib evginol, efir yağından danışacağım. Hansı ki, bizim əhval-ruhiyyəmizə müsbət təsir eləyir, bizə stresə davamlılığı bəxş eləyir. Yəni, bizdə stresə davamlılığı artırmış olur istifadə etdikdə və təbii ki, belə olan halda onun gözəl ətri, onun bizə nəsib elədiyi bu möcüzəsi ondan ibarətdir ki, nə olur, nə baş verir? İnsan panik atak zamanı təşvişli olur, özünə yer tapmır, ondakı olan qorxular onu üstələyir və o daim bu haqda düşünür və bu durumdan çıxa bilmir. Və belə olan halda çox sadə bir istifadəsi ola bilər. Çay dəmləyəndə bir neçə, bax belə bir mixəngi ümumi çaynika atıb, dəmləyib içə bilərsiniz. Və bu